Salam, hər vaxtınız xeyir olsun. Yeni bir mənzil çəkib sizə təqdim edirəm. Xırdalan şəhərinin tam mərkəzində yerləşir. Ümumi sahəsi 117 kvadratdan ibarətdir. Qanuni 3 otaqlı bir mənzildir. 3 otaqdan 4 otağa düzəlib, bütün otaqların pəncərəsi var. Hazır bir mənzildir, dərhal alıb köçüb yaşaya bilərsiniz. Belə bir geniş qonaq otağından ibarətdir. Təmirdən sonra mənzildə yaşayış olmayıb. Burada eyvan yerləşir, qazın sayğacı kombi aparatı. 13 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. İpoteka yararlı bir mənzildən ibarətdir. Bura mənzilimizin giriş hissəsidir. Gördüyümüz kimi geniş belə bir giriş hissəsi var. Burada seyf qapısı internet xəttinə qədər çəkilib və girişdə geniş həm sağda, həm də sol istiqamətdə geniş şkaflar yığa bilərsiniz. Sanitar qovşaqları ayrı-ayrılıqdadır. Mənzil işıqlı bir mənzildir. Burada geniş belə bir sanitar qovşaq, yuyunma otağı, asma tavanla yığılıb gördüyümüz kimi istipoldan ibarətdir. Burada isə ikinci sanitar qovşaq yerləşir. Çox səliqəli təmir olunub. Burada yerləşir ikinci otağımız. Yataq otaqlarından biri. Gördüyümüz kimi mənzil günəş görür və işıqlı bir mənzildən ibarətdir. Burada isə digər yataq otağı, üçüncü otaq yerləşir. Bu otaqdan eyvana çıxışı var. Burada da belə bir geniş eyvanı yerləşir. Təkrar edilən Xırdalan şəhərinin tam mərkəzində yerləşir. Məktəb, bazar, bağça və şəhərə gedən maşınlar binanın tam qarşısından hərəkət edir. Burada isə yerləşir mənzilimizin mətbəxi. Belə bir geniş mətbəxi var. Mətbəxdən də burada da eyvana çıxış var. Burada isə yerləşir dördüncü otağımız. Bu otağında müstəqil pəncərəsi var. Uşaq yataq otağı. Ümumi sahəsi 117 kvadratdır. İpoteka yararlı bir mənzildir. Mənzilimizin qiyməti, son qiymət deyəcəm, 165 min manatdan ibarətdir. 3 otaqdan 4 otağa düzəlib, birinci işıqlandırma ilə bütün otaqların pəncərəsi, qiymət 165 min manatdandır. Son qiymət. Yenə də ev sahibi ilə görüşüb danışa bilərsiniz. 2 sürətli lifti var. Liftləri sığma liftlərindən ibarətdir və tam yaşayışlı bir binadır. Liftə nömrə qoyulacaq, həmin nömrə ilə əlaqə saxlayırsınız. Bu vaxtda digər evlərlə, mənzillərlə bağlı sizə ətraflı məlumat veriləcək. Bugünə bu qədər. Sağ olun.